Salam, hər vaxtınız xeyir olsun. Bugün sizə qüvvə hərəkət qabiliyyəti haqqında qısa məlumat verəcəm. Əyani olaraq göstərəcəm ki, hansı hərəkətlər, hansı hərəkət qabiliyyəti inkişaf etdirir. Həmçinin sizə dinamik statik haqqında da məlumatlar verəcəm. Əsasən biz görürük turnikdir. Turnikdə əsas hərəkətimiz qüvvə ilə bağlıdır və əgər biz turnikdə dağıtılırsa, bu qüvvə hərəkət qabiliyyətini inkişaf etdirir. Əgər biz bu qaydada turnikdən sallansaq, bu əyilgənlik hərəkət qabiliyyətini inkişaf etdirir. Həmçinin turnikdə yellənmələr, bu hərəkət də əyilgənlik hərəkət qabiliyyətini inkişaf etdirir. Bundan başqa turnikdə ətrafları yellətmə hərəkətləri, bu da əyilgənlik hərəkət qabiliyyətinə aiddir. Amma biz burada qüvvənin ön ətraf əzələlərindən danışanda, yəni ön ətraf bildiyimiz preslərdən danışanda, əgər turnikdə ayaqları bu qaydada yuxarı çatdırıb qaytarırsa, bu ön ətrafdır. Eyni zamanda turnikdə ayaqları bucaq saxlamaq, bu da ön ətraf əzələlərini göstərir. Həmçinin turnikdə dizləri yuxarı qaldırıb endirmək, bu da qüvvə hərəkət qabiliyyəti və ön ətraf əzələsini göstərir. Ancaq bəğər dediyimiz turnikdə dağıtılma isə yuxarı ətraf əzələsində qüvvə hərəkət qabiliyyətini inkişaf etdirir.